bərabərdir. Burada 3,2 ayıraq. Yəni bu 3,2 həm buna aiddir, həm də buna aiddir. İndi biz onları ayıra bilərik. 3,2 üstü 1. Arada vurma işarəsi yazaraq, arada vurma işarəsi olan qüvvətlər toplanır axı. İndi biz də əksini eləyirik. Yəni toplanıbsa üstləri, deməli arada vurmaymış. 3,2 üstündə loqaritma 3,2 əsasdan 10. O da bərabərdir. 3,2 üstü 1 elə 3,2 eləyir. Buradan da bayaq dedim ki, belə bir xassəmiz var ki, burada 10-dan 3,2-nin yerini dəyişək. Bizə indi elə sərf eləyir ki, yerini dəyişək ki, bu loqaritma 3,2 əsas olduğuna görə getsin ondan. Onda dəyişə bilirik. 10 üzərində loqaritma 3,2 əsasdan 3,2. Bax, bu bizə 1 verir. 3,2 vuraq 10. 3,2-ni də 10-a vuranda cavab edir 32. Yəni B variantı.